Bu ödənişin növləri. Ta ki, birinci biz ödəməliyik gəlir vergisini. Bu gəlir vergisi, ümumiyyətlə gəlir vergisi var, muzlu işdən əldə olunan gəlirə görə gəlir vergisi. Ki, bax, bu Bəli, budur. Var gəlir vergisi sahibkarlıq fəaliyyətinə görə və var gəlir vergisi qeyri-sahibkarlıq fəaliyyətinə görə. Yəni, gəlir vergisinin 3 forması var. Sahibkarlıq, qeyri-sahibkarlıq və muzlu işdən əldə edilən gəlir. Və bəli, bu gəlir vergisi sırf muzlu işdən əldə edilən gəlirə görədir. Yəni, işçilər, kim ki muzlu işçilərdir, əmək haqqı qarşılığında işçiyir. Deməli, bu bizdə dövlət vergi xidmətinə ödənilən vergi növüdür. Fiziki şəxsin gəlir vergisidir. Çünki işçi kimdir? Fiziki şəxsdir. bəli, Fiziki şəxsdən gəlir vergisi seçilir, ödənişin məqsədi. Görürsünüz, burada nə qədər kodlar var. Sahibkarlıq fəaliyyətinə görə var, qeyri-sahibkarlıq fəaliyyətinə görə var və muzlu işə görə əldə edilən gəlirə görə var. 111, bax budur. Neft, qaz sahəsində fəaliyyəti olmayan bu dövlət sektoruna aid deyil. Və qeyri-dövlət sektoruna aid edilən, yəni özəl şirkətlərdə çalışan işçilər aiddir bu 111. Muzlu işlə əlaqədar əldə edilən gəlirindən gəlir vergisi. Və budur kod. bəli. 111. Burada ödənişi hansı hesabdan ödəyəcəyimizi seçirik və məbləği seçirik. Tutaq ki, bizdə məbləğ olacaq 54 manat 14 qəpik. Yazdıq. Davam et. Bax ki, davam et. İndi mən imzalamıram da heç nə. Burası Hə, saxlayır. o hesab məlumdur. İmzalamalıdır sən. Sonra keçirik növbəti ödənişə. Deməli, pensiya fondu işçidən tutulan. O 3% söhbət gedir. Burada 204 manat 47 qəpik. Deməli, burada mən ödəniş növünü dəyişirəm. Dəyişirəm də yenidən yaradıram da. Deməli, pensiyon fonu DSMF. Biz dedik ki, işçinin maaşından tutulan. Ona görə bizə lazımdır. Bu, neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzla işləyənlərin əmək haqqlarından sosial ayırmalar. Yəni, muzla işləyənlər kimdir? Bizim Bəli, işçilərimizdir. Bunu seçirəm. Ödənişin məqsədi nədir? Yəni, burada əgər mən şirkətin işçisinə görə ödəyirəm o 3%, olacaq hüquqi şəxs. 121, 211. Burada yazıram 121, 211. Nə oldu? 121, 211. Amma əgər mənim fiziki şəxsin işçisi olsaydı, 121, 212 yazacaqdım. bəli. Ona görə burada tutaq ki, hüquqi şəxs yazıram. Bunlar hamısı tekstəvi olsun, işlami olmasın. Bu hüquqi şəxsə görədir. Burada da fiziki şəxsin işçiləri olsaydı. Tutaq ki, Quick yox, Dadaşov 50-nin işçisi olsaydı necə olacaq kod? Burada olacaqdı 121, 212. Burada mən o kodunu ödəyim. 121, 212. 121, 212. Hesabı seçirəm, məbləği yazıram. 204, 47 yazıram. 204, 47. Və ödənişi eləyirəm. Hə, Sonra keçirəm növbəti ödənişə. Bunu da belə eləyim. Tekstovi. Və hamısını eyni eləyək də. İşsizlikdən sığorta işçidən tutulan. Yenə də burada seçirəm ödənişin növü işsizlik. İşsizlik burada deyil, bir dənədir. İşsizlikdən sığorta haqları üzrə daxil olmaların qısari təsnifatı kodları üzrə bölgüsü. Ödənişin məqsədi. Mən işçilərin işsizliyini ödəyirəm. Ona görə olacaq 123, 200. 123, 200 həm fiziki şəxsə görə, həm hüquqi şəxsə görə kod eynidir. Sonra keçirəm icbari tibbi sığorta. Aksateli gəlin opsiyonu da yazaq. Amma mən işə götürənə görə də işsizliyi, bizə biri işsizlik həm işçidən tutulur, həm işə götürənə. Onda 123, 100 yazacaqdım kodu. Burada 123, 100 olacaqdır. Həm fiziki şəxsə, həm hüquqi şəxsə görə. 123, 100.
kod. Sadəcə bu kodları əzbərləmək lazımdır, amma çətin də deyil. Sonra icbari tibbi sığortanı tutaq ki, mən ödəmək istəyirəm. Həm işçilərə görə, həm də işə götürənə görə. Deməli, yəni burada nə seçirəm? İcbari tibbi sığorta aşağıdan. Deməli, işçilərə görə olacaq muzla işləyənlərin əmək haqqlarından hesablanan icbari tibbi sığorta. Burada seçirəm 124-210-u. Yəni bu yenə də özəl şirkətin işçilərinin maaşından tutulan icbari tibbi sığortadır. 124-210. Yəni bu 124-210. Bunu yazıram bura. 410. Həm hüquqi şəxsə, həm fiziki şəxsə görə eynidir. İndi tutaq ki, icbari tibbi sığortanı işə götürənə görə onda nə qədər olacaq? Hansı kod olacaq? Bax, burada işə götürən. Burada da seçelim yenə 124-110. Ən birincisidir. Qeyri-dövlət sektorun işə götürənə görə denilən icbari tibbi sığorta. 124-110. Burada da 124-110. Həm hüquqi şəxsə görə, həm fiziki şəxsə görə eynidir. Qaldı pensiya fondu işə götürənə görə. Pensiya fondu işə götürənə görə, demək, gəlirəm burada DSMF bu işə götürürsə, DSMF özəl sektorun işə götürənlərin əməyin ödəyişi fonduna hesablanan sosial ayırmalar. Burada da seçirəm, əgər şirkətdirsə işə götürən 121-111 seçirəm. 121, 111. Əgər işə götürən fiziki şəxsdirsə 121, 112. Başa düşdünüz bu hissəni? Bəli. Tam aydın oldu mu? Bəli. Hə. Və var, fiziki şəxslərdə əlavə 2 dənə də kod var. Hansı koddur? Fiziki şəxsin icbari tibbi sığortası və fiziki şəxsin özünə görə məcburi dövlət sosial sığorta haqqı. Yəni, hüquqi şəxsdə bu yoxdur, amma fiziki şəxsdə bu var. İcbari tibbi sığorta standart 16 manatdır hər aya görə. Amma MDSS dəyişir. 60 manatdan 400 manata qədər dəyişir. Əgər fiziki şəxsin, yəni fərdi sahibkarın gəliri, yəni aylıq gəliri, satışı 3000 manata qədərdirsə, 60 manat ödənilir. Yəni, belə deyək, gəlir 3000 manata qədərdirsə, MDSS olacaq 60 manat. Əgər gəlir 400 manat yox. Əgər gəlir 3000-dən 20 minə qədərdirsə, onda 2% nə qədər eləyirsə o, 2%. Əgər gəlirimiz 20 mindən çoxdursa, aylıq gəlirdən söhbət gedir, 20 mindən çoxdursa, bu olacaq 400 manat. Yəni, hesablama qaydası belədir. Burada gəlir deyiləndə kassa hesabı ilə nəzərdə tutulur, kassa metodu ilə yoxsa hesablama metodu ilə? Hesablama metodu ilə. Kəsilən qaymələr əsasən onda. Bəli. Kəsilən qaymələr. Çünki təqdim edilən dövriyyədən söhbət gedir. Aylıq gəlir. Aylıq gəlir eynidə. Aylıq gəlir budur. Yəni, tutaq ki, 3500 isə 2% nə qədərsə o ödənilir. 25 min isə 400 manat ödənilir. 2500 isə 60 manat ödənilir. Yəni, minimum 60, maksimum 400 manatdır. Fiziki şəxsin məcburi dövlət sosial sığorta haqqısı. Burada kodlar necə olacaq? Deməli, fiziki şəxs özünə görə standart 16 manat icbari tibbi sığorta ödəyir. Onun kodu nə olacaq?
İcbari tibbi sığorta digər sığorta olunanlar üzrə ödənilən icbari tibbi sığortanı seçirik və burada fərdi sahibkarlar, görürsünüz, fərdi sahibkar çıxır. 124 300 koddur. Bunu yazıram, 124 300'dür. Standart olarak fiziki şəxs yalnız bu kod üzrə ödəyir. MDSS isə burada seçirəm desimetrəni. Muzla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmaları seçirəm və burada seçirəm. Deməli, burada bir neçə seçim var. Yəni var hansı fərdi sahibkar ticarətdədirsə 121 340 seçir. Tikintidə olan isə 121 350 seçir. Digər sahələrdə işləyəndirsə burada 121 380 olacaq kod. 3 dənə kod var. Yəni tikintidəsənsə 121 350, ticarətdəsənsə 121 340. Əgər heç biri deyilsə, nə tikinti deyil, nə ticarətdirsə, digər seçilir 121 380. Burada ben önce yazım. Gelin belə eləyək də, bunu yazım. Takki yazıram. Ticarət. Yəni bunu sizə göndərəcəm deyə. Ona görə belə detallı yazıram. Ticarət 121 340. 121 340. Daha sonra tikinti. Tikinti və digər var. Tikintinin kodu 121 350. Burada neyse desin 121 340 olmalıdır benim. 121 340. Digər isə 121 380. Bu da belə. Bu ödənişlər ödənilən kimi şəxsi hesab vərəqəsinə gedib düşür elə.